Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA 11 Liqası sabah Ulduz görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, hər iki komanda bugün gözəl oyunla yadda qalacaq. Turun mərkəzi görüşü hesab olunur. U11 Liqasının qayda pozuntusu qeydə alınır. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə Ulduzdan başlayırıq. Qapıda 1 Həsən Mütəllimli, 6 Nihat Qiyaslı, 9 Nihat Şükürov, 10 Elcan Bəşirli. Gəlin bu zərbə zərbəsini izləyək. Daha sonra heyətlərə qaldığımız yerdən davam edərək 2 nömrəli futbolçu Ruhi Hüseynli topun gerisində sol ayaqla birbaşa qapıya zərbə və top qapıdan keçir. Sabah futbolçuları hesabı açır. 2 nömrəli oyuncu Ruhi Hüseynli görüşün 40-cı saniyəsində bu Gol TV'də vurulan ən erkən qoldur. Təbii ki, söhbət bu mövsümdən gedir. Həmin qolun müəllifi isə Ruhi Hüseynlidir. Heyətlərə davam edirik. 13 Vüsal Ağazadə, 15 Səid Nağızadə, 16 Əli Xankişiyev, baş məşqçi Çingiz Bədəlov, digər futbolçular 14 Kərim Qasım, 4 Hüseyin Babayev, 11 Əli Mirzayev, 8 Davud Salmanov, 7 Abdullah Əliyev, 2 Natiq Məmmədli və qapıcı 12 İshak Mövla. İndi isə sabahda qapıda 1 Mehdi Camalzadə, 2 kapitan Ruhi Hüseynli, 4 Mehdi Qocayev, 8 Yusif Hacıbala, 9 Mironur Əlili, 10 daha doğrusu 11 Raul Aslan, 15 Ömər Məmmədxanov. Komandanın baş məşqçisi Məhərrəm Müslümzadədir. Digər oyuncular 14 Mükal Əliyev, 45 Həsən Teymurov, 10 İmran Acalov, 5 Yusif Bədirov, 17 Rəsul Yaqubov, 21 Mehbalı Qəhrəmanlı, 7 Muhammed Haqverdiyev, 99 Nihat Əlizadədir. Görüşü idarədən hakimi isə təqdim etmədim. Elvin Qədimovdur, gənc hakimimizdir. Ona da hakimlik karyerasında uğurlar arzu edirik. Sağdan Ulduz Nihat içəriyə oynuyor. Elcan Bəşirli topladı. Yusuf ona qarşı mübarizə aparı. Elcan çevrildi və ona qarşı qayda pozur. Hakim epizoda yaxın il təhlükəli nöqtədən cərimə zərbəsini Ulduz yerinə yetirəcək. Emin Onur Bəli, Elcan ayağa qaldırır. Cərimə zərbəsini isə artıq biz örgəşmişik. Ulduzun heyətində 16 nömrəli oyuncu Əli Xankişiyev. Olduqca qüvvətli zərbələr var. Sol ayağı ilə biz ötən mövsümdə onun nifasında dəfələrlə cərimə zərbəsindən vurduğu gözəl qollar izləmişik. Bu dəfə görək. Bəli, düşünürəm ki, birbaşa qapıya zərbə indirəcək. 16 nömrəli oyuncu. Bəli, hakim də artıq zərbəyə icazə verdi və top qapının üstündən keçir. Qeyd edim ki, bugün 6-cı turda U11 Liqasının bütün oyunları keçildi. Elə sonuncu oyundur Mironur. Nihat. Ömər də burada qarışıq bir vəziyyət yaranmışdı. Elcan yerində çevrildi. Sol cünaha doğru ötürmə. Səid qapıya zərbə, qapıcı Mehdi. Bu zərbənin qarşısını kəsir. Dərhal da sabah hücum qurmağa çalışır. Qapıcı Həsən. Mironurdan əvvəl topu qazanır. Buna baxmayaraq bəlində hakim bu epizodda güncən zərbələ Ruhi topu oyuna daxil ev tapşırıq. Ruhidən içəriyə doğru ötürmə. Çox təhlükəli zərbə idi. Bəlkə də noyabr ayından gözəl vurulan 10 qoldan biri ola bilər. Mironundan içəriyə doğru ötürmə, amma Nihat topu çıxarır. Hücumu davam edir. Raul Yusif Mironun istiqamətinə baxdı, zərbəsi qapıcı. Bəli, ikinci top qapıdan keçmir. Həsən Əli 2 oyuncu mübarizə apardı, amma ötürmə keçdi. Elcan Səid də ötürmə gözləyir, amma Elcan özü rəqəblərə keçməyə çalışır. Ona qarşı bu dəfə də Yusif ona qarşı qaydanı pozur. Hakim elə epizoda yaxındır. Cərimə zərbəsindən qapıcı yeni yetirecək, amma bu dəqiqələrdə əgər uğursuz zərbə o top canlı səthdə dəyərək qayda. Daha bir zərbə indi. Sabah oyuncuları dərhal topu meydanın ulduza aid olan hissəsini attılar. Raul
Nihat. 2 Nihat. Miron'dan qapıya zərbə top tindən qayıdır. Raul baxdı zərbəsi. Elcandan zərbə qapının yanından keçir. Zədələnir amma bəli ayağı qalxır. Elcan Bəşirli Gol TV'nin simpatiya bəslədiyi futbolçulardan biri. İkinciden zərbə ilə Mikail top oyuna daxil edəcək. Mikaildən içəriyə doğru baş və qapıya zərbə, top qapıdadır. Rəsulun qolu. Rəsul Teymurov 45 nömrəli oyuncu topu bu cür qapıdan keçirir. Sözün hər iki mənasında başla yaxşı oynayır. Rəsul Yaqubov 17 nömrəli oyuncu və mərkəzdən Ulduz növbət dəfə topu oyuna daxil edəcək. İləriyə doğru ötürmə Yusif. Outdan Yusif topu oyuna daxil etdi. Həsən Ulduzun iki oyuncusunu keçməyə çalışır içəriyə və top qapının yanından keçir. Qapıdan zərbə ilə Mehdi Camalzadə topu oyuna daxil edəcək. Meydançanın digər hissəsində Yeni Bakı Binə ilə qarşılaşır. Və indi qapıya zərbə, gözəl qol vurulur. Ulduz buraxılan qollardan bir nəvədini çıxır və keçmiş komandasının qapısına yol tapır, vurduğu qola reaksiya belə göstərmir. Bravo Natiq. Qolun təkrarı bizə bir daha təqdim olun. Topu rəqibdən uğurladı və saxlamadan qapıya gözəl zərbə indirir. Bu dəqiqələrdə hər iki komanda gözəl oyunda yadda qalır. Natiq meydançaya daxil olan kimi topu keçmiş komandasının qapısından keçirir. Dəqiqələr indi Ulduz bərabərlik qolunun axtarışında da Kərim Sabah irəlidə çoxalmağa çalışır. Mikail solda oynayır. Həsən mərkəzə çəkildi, qapıya zərbə vurmağa Davud buna imkanı vermir. Kərim Natiq sağ cənaha ötürmə, amma Sabah bu ötürməni keçməsinə mal olun. Kərimdən alladıcı hərəkətlər, amma Sabah yenidən topu qazanır. Rəsul keçdi rəqibini. Rəsuldan özü qapıya zərbə vurur topu. Ulduzun qapısından keçirir. Gözəl qol vuruldu, rəqibi də gözəl şəkildə keçdi. İmranın məhsullar ötürməsini qeyd etmək lazımdır. Bu epizodda vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur. Mikail səhv etməsi topu rəqibdən uğurladı və Rəsul rəqibini keçdi və bu cür qol vurur. Outdan 2-14 nömrəli oyunçunun mübarizəsini izlədik. Daha bir qapıya zərbə, qapçı top tini də oyuna qayıdır. Rəsuldan fantastik bir zərbə idi. Davud Natiqlə oynayır. Mərkəz istiqamət ötürmə Kərim Azalova qarşı bəli hakim qayda pozuntusunu qeydə alır İmran Azalov. Təhlükəli nöqtədən Sabah cəlmə zərbəsi yerinə yetirmək imkanı qazanıb zərbəni kim indirəcək? Məsafə çox yaxındır. Zərər çəkmiş İmran Azalov topun gerisindədir. Yəqin ki birbaşa qapıya zərbə olur. Hakim bildirir ki yalnız mənim işarəmdən sonra qapıya zərbə indirə bilərsən. 3 dəfə vuraq canlı sətdə və hakim canlı sətdi geriyə çəkir. Həsən isə canlı səttin bir qədər onun sağına keçməsini istədi. Hakimdən işarə gəldi. Qapıya zərbə və qol. İmranın zərbəsi idi, amma Həsən burada topa toxunuş edir. Onun təkrarını bir daha izlədik. Bəli. Qapı dirəyindən də qayıda bilər bu epizod. Həsən isə hörmətli futbol azarkeşləri beləliklə ilk hissə başa çatır, qısa fasilə ayrılır. Əziz futbol azarkeşləri görüntülər
İkinci hissədə değil, ilk hissədə Sabahın böyük üstünlüyünün şahid olduq. Vurulan qolları bir daha xatırlayaq. Əvvəlcə Ruhi cərimə zərbəsindən görüşün 40-cı saniyəsində hesablaşdı və bu dəfə də Elcan Bəşirliyə qarşı qayda pozuldu. İkinci qol Rəsuldan gəldi. Daha sonra Natiq buraxılan qollardan birinə vəzin çıxdı. Rəsul və Həsənin qolları ilə Sabah 3 top fərqi ilə hesab döndədir. Cəlmə zərbəsini Səid yerinə yetirəcək 15 nömrəli oyuncu. Sol ayağı ilə topun gerisində də qapıya zərbə indirir, təhlükəli alınır. Daha bir gözəl qol izləyə bilərdik. Dərhal da qapıdan top oyuna daxil edildi. Mironur. Sabah daha bir hücum qurmağa çalışır. İçəriyə qapıya zərbə idi. Ulduzun heyətində isə qapıcı dəyişikliyi baş verdi. Həsən Mütəllimli meydanı tərk etdi. Onun yerinə isə Mövla İshak 12 nömrəli qapıcı oyuna daxil oldu. Az qala Ruhi topu itirəcəkdir. Epizod dəyişik. Onun üçün yaxşı qurtardı. Nihatdan alınacaq hərəkətdə Mironur topu qazanır. Sabah təhlükəli gəlir. Qapıya zərbə və top. Daha bir qol. Onurun ötürməsindən sonra Həsən 45 nömrə ikinci qoluna imza atır. Sabah sevinir. Qolun təkrarını izləyirik. Rəsul burada rəqibdən topu aldı. Onur və Həsən. Altdan Ulduz dərhal top oyuna daxil. Ercandan qapıya zərbə az fərqlə top qapının yanından keçir. ...99 nömrəli qapıcı Nihat Əlizadə. Sabahın heyətində qapıcı dəyişikliğində sizin diqqətinizə çatdıraq. Ömər divar ötürməsi. Mironur mərkəzə çəkildi. Zərbə indirməyə çalışırdı. Müdafiəçilər ona mane olurlar. Ruhidə qarşı yox qayda. Pozulmada top Sabahda qaldığına görə hakim oyunu davam etdirdi. İshak. Onur topu saxlaya bilmədi, amma yenidən Sabah topu qazandı. Ömər Məmmədxanov. Ömərdən zərbə, gözəl qol. Ömər Məmmədxanov 15 nömrəli oyuncu. İshakın qapısına bu cür qol vurur. Qolun təkrarını bir daha izləyirik. Rəsuldan məhsullar ötürmə, Ömərdən isə fantastik bir qol. Artıq bilirsiniz ki, 11 liqasının sonuncu oyunlarında hava bir qədər qaraldı. Ömərdən daha bir də İshak yaxşı oynayır, amma bu dəfə topun qarşısını kəsə bilmir Həsən. Yaxın məsafədən qapıya zərbə indirir. Burada İshakın edə biləcəyi heç bir şey yox idi. İlk cəhətdə komandasının daha bir qoldan xilas etməyə çalışırdı, amma təkrar zərbə qolla nəticələnir. İshak topu irəli vurur. Həsən Neftçil oyunda olduğu kimi, oyuncu kimi meydandadır. Qayda pozulur. Növbət dəfə Elcana qarşı, bəli bu dəfə də Elcana qarşı qayda pozulur. Komandanın kapitanı Elcan Bəşirli topu oyuna daxil etməyə hazırlaşır. İçəriyə doğru ötürmə, Sabah oyuncuları Həsəndən qapıya zərbə, top az fərqlə qapının yanından keçir. Qapıdan zərbə. Nihat top oyuna daxil edəcək. Sabah. Oyuncular Yusif topu bir-birlərinə. Ədəxan Kişiyev sol ayaqla qapını yoxlayır, zərbə. Daha bir gözəl qol vurulur. 16 nömrəli oyuncu Əlixan Kişiyev sol ayağı ilə gözəl zərbə indirir. Qolun təkrarı bir daha bizlərə təqdim olunur. 16 nömrə. Bugün bu oyunda bir-birindən gözəl qollar izlədik. Hüseyin topladı, içəriyə yer götürməyə çalışırdı. Yusif sağla oynuyor. Raul ötürməsi, qapıya zərbə. Mikail
Sabah növbət dəfə ulduzun qapısına yol tapır. Yusif içəriyə daxil, qapıya zərbəsi İshak. Bu dəfə müdafiə əksər topu uzaqlaş. Daha bir zərbə. Raul. Top onun əlində deyir. Altdan Sabah topu oyuna daxil etdi. Ötürmən Yusif istiqamətlə qapıcı İshak. Yaxınlıqda olan komanda yoldaşına ötürmə verir. Üzr istəyirəm. Vüsal da oynayır. İmran topun meydandan çıxmasına mane olur. Acalov. Acalovdan ötürmə. Daha bir gol. Mikail. İmran ötürməsini qola çevirir. İmran bugün 3-cü məhsuldar. Ötürməsi nedir? Yusif geriye. Nihat'la oynuyor. İmran. Daha bir Sabah hücumu izledik. Bu defa da top kapıya daxil olur. Mikail. Səhv etmirəmsə 3-cü golunu vurur. 14 nömrə oyuncu Mikail Əliyev. Hürmətli futbol azarkeşləri bir daha xatırlatmaq istəyirəm ki, daha bir Mikaildən ötürmə. Raul'dan zərbə. Raul. Aslan. Topu qapıdan keçirir və Ronaldo sayılı gol sevinci yaşayır. 11 nömrəli istedadlı futbolçumuz Raul Aslanın golu. Raul 2 məhsuldar ötürmə ilə yətdə qaldı. Bugünkü oyunda Həsəndən top aldılar. Yusif solda oynuyor. Mikail keçdi rəqibini. Mikail topladı. Mərkəzdə Yusif keçdi rəqiblərin qapıya zərbə vurmağa imkan vermirlər. Hücum devam edir. Abdullah. Acalov topu almağa bacardı amma qarışıqlıq yarandı. Raul Yusif'le oynuyor. Yusif rəqibini keçməyə çalışırdı və ona qarşı qayda pozulur. Cərmə zərbəsi vurmaq imkanı qazanıb Sabah oyuncuları. Təhlükəli nöqtədə Yusif topu zərbənin o indirəcək. 8 nömrə ona qarşı qayda pozulmuşdu. Yusif Hacıbala. Hakimlərin şərə gəldi. Yusiflərin qapıya zərbə top canlı səhətdə. Bəli. Daha bir 50 oyun qeyd alın. Bir qədər də yaxından cəlmə zərbəsi yerinə yetirəcək. Yəqin ki, bəli, bu dəfə də Yusif topu oyuna daxil edəcək. Yəqin ki, qapıya zərbə indirəcək. Artıq qarşılaşmanın əsas vaxtı başa çatdı amma daha bir gol vurulur. Yusif Hacıbala görüşün 60-cı dəqiqəsində topu qapıdan keçirir. Golun təkrarı bizə bir daha təqdim olunur. Mərkəzdən top oyuna daxil edilir. Hakim də saatına bax, hər an bəli. Görüş başa çatır hörmətli futbol azarkeşləri. Bir daha hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Ulduzda 16 nömrə Əliyxan Kişiyev, oyunun ulduzu isə təbii ki, bugün Sabahın heyətində hər bir oyuncu meydanda yaxşı mübarizə apardı, amma rubrika sadiq qalaraq bir nəfəri oyunun ulduzu seçirəm. Bu da faydalı iş əmsalına görə 14 nömrə Mikail Əliyev. Onun aktivində bugünkü oyunda 3 gol və 2 məhsuldar ötürmə oldu. Hürmətli futbol azarkeşləri, sağ olun, sağlam olun.